Salam uşaqlar. Mövzumuz y bərabər sinus x və y bərabər kosinus x funksiyaları və onların xassələridir. Başlayaq birinci sualdan. Y bərabər kosinus kvadratı 2x funksiyasının əsas dövrünü tapın. Dərəcə cüt ədəddirsə pi-ni bölürük. Sinus və kosinusun arqumentinə, yəni x-in əmsalına pi bölünsün. 2 doğru cavab A olacaq. Dərəcə tək olsa 2 pi-ni böləcəkdik. İkinci sualda y bərabər 4-2 sinus x funksiyasının qiymətlər çoxluğunu tapın. YF qiymətlər çoxluğunu tapaq. Biz bilirik ki, sinus və kosinus x funksiyasının qiymətlər çoxluğu -1 bir parçasıdır. Yəni, ən kiçik qiyməti -1, ən böyük qiyməti isə 1 olur. Bərabər, bir dəfə yerinə -1 yazaq, bir dəfə müsbət 1. 4 çıxaq, 2 vuraq -1. Bir dəfə 4 çıxaq, 2 vuraq müsbət 1. Bərabər. 4 üstə gəl 2, 6, 4 çıxaq 2, 2. Deməli, 2, 6 parçası doğru cavabımızdır. Doğru cavab A. 3-də 1 çıxaq 2 kosinus kvadratı 5x funksiyasının əsas dövrünü tapın. Dərəcə cüt ədəddirsə, onda biz pi-ni verəcəyik x-in əmsalına, yəni arqumentə 5. Pi böl 5. Doğru cavabımız 3-də A. Dördüncü sualda y bərabər kosinus kvadratı 3x, y bərabər kosinus kvadratı 3x, çıxaq sinus kvadratı 3x. 2 qat arqumentin düsturdur. Bu bizə kosinus 6x-i verəcək. İndi dövrünü tapaq. Dərəcə tək olduğundan 2 pi böl x-in əmsalı, yəni arqumentə 6. İxtisar aparsaq pi böl 3. Doğru cavab 4-dən Y olacaq. Düsturu da qeyd edək. Kosinus kvadratı x çıxaq sinus kvadratı x bərabər kosinus 2x-ə. Düsturu qeyd edirsiniz özünüz üçün. 5-ci sual. B-nin hansı qiymətlərində 3 pi bölü 2, 2 pi parçasında sinus x bərabər 0.5 üstə gəl b bərabərli doğru olar. Bizə sərhəd dərəcələri verilib, gətirib yerinə yazsaq. Sinus 3 pi bölü 2 bərabər, yəni sinus 270 dərəcədə alır -1. Bir də sinus 2 pi. Sinus pi-nin misillərində alır 0. Deməli, 0.5 üstə gəl b 0 -1 aralığında dəyişəcək. Hər tərəfdən 0.5 çıxsaq, -1.5 kiçik b, o da kiçikdir, -0.5. Doğru cavab B. 6-cı suala baxaq. A-nın hansı qiymətlərində pi 3 pi bölü 2 parçasında kosinus x bərabər açıq 1 bərabərli doğru olar. Açıq 1 dəyişməlidir. Baxaq kosinus pi-də. Kosinus pi-nin kosinus pi-də alır -1. Kosinus 3 pi böl 2-də alır 0. Deməli, -1, 0 aralığında dəyişəcək. Hər tərəfə 1 əlavə eləsək, 0 kiçik a, o da kiçik 1. Deməli, a-mız 0-1 aralığında dəyişəcək. Doğru cavab burada bərabərlik də var. 0-1 parçası. 0-1 parçası. Doğru cavab 6-da Y. 7-yə baxaq. Fx bərabər sinus 3x üstə gəl 5 funksiyasının əsas dövrünü tapın. Biz bilirik sinus kosinusun əsas dövrü 2 pi-dir. 2 pi-ni bölürük x-in əmsalına. Yəni dövr bərabər 2 pi böl 3. Doğru cavab olacaq 7-də A. 8-ə baxaq, əsas dövrünü istəyir. 2 pi-ni bölürük 4-ə. T bərabər 2 pi bölək 4. İxtisar aparsaq pi böl 2. Doğru cavab
D. 9'a baxaq. Funksiyanın əsas dövrünü istəyir. Dövr bərabər 2 pi böl x-in əmsalı 5'də 1. Bu da bərabər 10 pi. Doğru cavab 9'da Y. 10-cu suala baxaq. Funksiyanın qiymətlər çoxluğunu tapın. Qiymətlər çoxluğu YF sinus kvadratıdır. Bilirik ki 0, 1 parçasında qiymətlər alır. Bir dəfə 0 yazacaq sinus kvadratı x'in yerinə, bir dəfə isə 1 yazacaq. 3 vuraq 0 üstəgəl 2 bərabər 0 üstəgəl 2, 2. Bir dəfə 3 vuraq 1 üstəgəl 2 bərabər 3 üstəgəl 2, 5. Yəni 2, 5 parçası. 2, 5 parçası doğru cavab onda D. 11-ci suala baxaq. Y bərabər 5 kosinus kvadratı x çıxaq 2 funksiyasının qiymətlər çoxluğunu tapaq. F qiymətlər çoxluğu kvadrat olduğu üçün 0, 1 parçasında dəyişəcək. 5 vuraq 0 çıxaq 2. Bir dəfə 5 vuraq 1 çıxaq 2. Bərabər 0-dan 2 çıxsaq mənfi 2. 5-dən 2 çıxsaq 3. Deməli mənfi 2. 3 parçası doğru cavabımızdır. Doğru cavab 11'də B. 12-ci sualda funksiyanın qiymətlər çoxluğunu soruşur yenə. YF bərabər fikir verin. Bizdə x'in arqumenti x üstəgəl pi böl 4'dür. Bu rol oynamır. X'in yerində dayanıb. Yəni biz mənfi 1, 1 parçasındakı qiyməti sinus x funksiyası üçün danışmışdıq. Bərabər 5 vuraq. Bir dəfə sinus x funksiyasının, yəni buradakı arqument rol oynamır. 1 yazacaq yerinə, bir dəfə isə mənfi 1 yazacaq. 5'i 1'ə vursaq 5, 5'i mənfi 1'ə vursaq mənfi 5. Yəni mənfi 5, 5 parçası doğru cavabımızdır. Doğru B. 13-cü sual. Eyni ilə funksiyasının qiymətlər çoxluğunu tapaq. Deməli, bilirik ki kosinus x funksiyası mənfi 1, 1 parçasında qiymət alır. 3'ü mənfi 1'ə vursaq mənfi 3, 3'ü 1'ə vursaq müsbət 3. Doğru cavab B. 14. A-nın hansı ən kiçik qiymətində 3 sinus 4x bərabər A çıxaq 8 bərabərliyi doğru olar. Biz bilirik ki sinus x funksiyası, buradan sinus 4x'i tapsaq, sinus 4x bərabər A çıxaq 8 bölünsün 3. Sinus funksiyası mənfi 1, 1 parçasında qiymətlər alır. Yerinə yazsaq, onda deməli A çıx 8 bölək 3 dəyişəcək 1 ilə mənfi 1 aralığında. Hər tərəfi 3'ə vursaq, mənfi 3 kiçik bərabər A çıxaq 8 kiçik bərabər 3. Hər tərəfə 8 əlavə eləsək, 5 kiçik bərabər A kiçik bərabər 11. Bizdən A-nın hansı ən kiçik qiymətində soruşur. Burada ən kiçik qiymət 5'dir. Doğru cavab 14'də Y. 15-ci suala baxaq. Funksiyasının qiymətlər çoxluğunu tapın. Yenə qeyd edirəm, buradakı arqument rol oynamır. Vərz eləyin ki, bir alfadır. Ən böyük qiyməti 1, ən kiçik qiyməti isə mənfi 1 olacaq. Əgər sinusun qarşısında bir ədəd olsaydı, onda mənfi 1 qiymətlərini vurardıq həmin ədədə. 16-cı sual oxşar sualdır. Kosinus 2x bölü 3'ün qiymətlər çoxluğunu soruşur. Eyni ilə mənfi 1, 1 parçası. Trigonometrik funksiyalardan hansının qrafiki koordinat başlanğıcından keçir? Koordinat başlanğıcından keçirsə, deməli 0, 0 nöqtəsindən keçir. Yəni x 0 olduqda y-də 0 olmalıdır. Fikir verin, kotangens x-in yerinə 0 yazsaq, təyin olunmayıb. Kosinus x-in yerinə 0 yazsaq, y bərabər 1 olacaq. Gəlin bunları qeyd edeyim burada. Birinci də A-da. Y bərabər kotangens x-in yerinə 0 yazsaq,
Bu təyin olunmayıb. B-də y bərabər kosinus x-in yerinə 0 yazsaq, y bərabər 1 alınır. Yəni 0, 1. C-də y bərabər sinusun yerinə 0 x-in yerinə 0 yazsaq, onda bərabər 0 alınacaq. Yəni 0, 0 nöqtəsindən keçəcək. Doğru cavab burada C. D-də də fikir versəz təyin olunmayıb kotangens. Y-də isə x-in yerinə 0 yazsaq, qiyməti 1 olacaq. Yəni 0, 1 nöqtəsindən keçəcək. 0, 0 nöqtəsindən keçən funksiya y bərabər sinus x funksiyasıdır. 18. Funksiyanın qiymətlər çoxluğunu tapın. F bərabər qiymətlər çoxluğu bilirik. Sinusun qiymətlər çoxluğu -1 bir parçasıdır. Burada qeyd eləyək. -1 bir parçası. Deməli, bir dəfə 2 çıxaq 5 vuraq, -1 yazarıq yerinə, sinusun yerinə. Bir dəfə 2 çıxaq 5 vuraq, müsbət 1 yazarıq. 2 üstəgəl 5, 7. 2 çıxaq 5, -3. Deməli, qiymətlər çoxluğu oldu. -3, 7 parçası. 18-də doğru cavab A. 19-cu suala baxaq. Qiymətlər çoxluğunu soruşur. YF bərabər 7 çıxaq. Bir dəfə -1 yazarıq yerinə. 3 vuraq. 7 çıxaq 3 vuraq. Kosinus alfa funksiyasının yerinə bir dəfə -1, bir dəfə isə müsbət 1 yazıb hesablayacaq. 1 yazsaq bərabər 4 alarıq. 7 çıxaq 3 vuraq -1 yazsaq bərabər 10 alarıq. Deməli, qiymətlər çoxluğu olacaq 4, 10 parçası. Doğru cavab 19-da D. 20-ci suala baxaq. Bizə deyir ki, y bərabərdir sinus x, y bərabər kosinus x funksiyalarının hər ikisi azalandır. Hansı rübdədir? Hər ikisi azalandır. Bir qısa təsvir eləyək bunu. Deməli, x oxu üzərində nöqtənin koordinatları 1, 0. Burada 0, 1, 90 dərəcədə. 180-də -1, 0. 270-də 0, -1. Bir rəng olaraq bunu seçim sizin üçün. Baxın, fikir versəz. Deməli, kosinus 0-da alır 1, 90-da alır, dərəcələri də qeyd edim. 90 dərəcə, 180 dərəcə, 270 dərəcə, bu da 0 dərəcə. Deməli, kosinus 0-da alır 1, 90-da alır 0. Deməli, burada kosinus azalır. Kosinus x funksiyası azalır. Sinus x-ə baxaq. Sinus x. Sinus 0-da alır 0, 90-da 1. Deməli, burada artır. Keçək ikinci rübə. Kosinus 90-da alır 0, 180-də alır -1. 0-dan -1-ə gəlib. Deməli, kosinus x funksiyası ikinci rübdə yenə azalır. Sinus x funksiyasına baxaq. 90-da alıb 1, 180-də alır 0. Burada da azalır. Sonra üçüncü rüb üçündə baxaq. Kosinus x və sinus x funksiyası. Deməli, 180-də kosinus alıb -1, 270-də alıb 0. Deməli, burada artır. Sinus 180-də 0 alıb, 270-də -1. Deməli, burada azalır. Dördüncü rübə baxaq. Dördüncü rübdə kosinus alıb 0, 270-də 0, 0-da alıb 1. Deməli, kosinus x funksiyası dördüncü rübdə artır. Sinus x funksiyası dördüncü rübdə -1-dən 0-a, bu da artır. Hər ikisinin bizdən soruşur hansı rübdə azalandır. Deməli, ikinci rübdə hər ikisi azalır. İkinci rübdə. Doğru cavab 20-də D.
Keçək 21-ə. Hansı rübdə sinus və kosinus funksiyaların hər ikisi artandır? Hər ikisi artandır. 4-cü rüb. Deməli 21-də C. 22-yə baxaq. Fx bərabər sinus x kosinus x olarsa fx də gəl f mənfi x cəmini tapın. Gəlin yerinə yazaq. Fx bərabər sinus x kosinus x. Bir dəfə isə x'in yerinə mənfi x yazaq. Bərabər sinus mənfi x kosinus mənfi x. Biz bilirik sinus tək funksiyadır. Tək olduğundan mənfini verdik funksiyanın əvvəlinə olacaq sinus x. Kosinus cüt funksiya olduğundan elə müsbət kosinus x olacaq. Bizdə bunların cəmini soruşur. Yəni fx üstəgəl f mənfi x'i soruşur. Fx'imiz sinus x kosinus x idi. Çıxaq mənfi sinus x kosinus x bərabər verəcək bizə 0. 22-də doğru cavab B. 23-cü suala baxaq. Nisbət verilib. Fx bərabər bir dəfə x'in yerinə elə müsbət x, bir dəfə mənfi x yazıb hesablayacaq. Sinus x kosinus x. Bir dəfə isə f mənfi x yazacaq. Yəni sinus mənfi x kosinus mənfi x. Sinus tək funksiya olduğundan mənfi sinus x, kosinus cüt funksiya olduğundan müsbət kosinus x olacaq. Bunların nisbətini istəyir bizdən. Yəni fx'in f mənfi x-ə nisbəti bərabər. Fx'i tapmışdıq. Sinus x kosinus x. F mənfi x isə mənfi sinus x vuraq kosinus x. Bunlar ixtisar gedir. Qalır burada mənfi 1. Doğru cavab 23-də Y. 24-cü sual. 24-də sinus mənfi alfa bərabər mənfi sinus alfa olarsa alfa hansı rübə aid ola bilər? Fikir verin. Moduldakı ifadəni sadələşdiriblər. Qabağına mənfi atıblar. Fikir verin. Burada mənfi atıblar. Deməli bizim sinus alfamız mənfi olub ki, modulu sadələşdirəndən sonra qabağına mənfi atıblar ki, bu modulun xassəsindən biz bunu bilirik. Müsbətə çevrilib. Onda sinusun mənfi olduğu rüblər hansı rüblərdir? 3 və 4-cü rüblər 24-də doğru cavab A. Kosinus alfa funksiyasını yazıblar bərabər elə kosinus alfa. Deməli kosinus alfamız müsbət olub ki, olduğu kimi qeyd olunub. Modulu sadələşdirəndən sonra elə kosinus alfa kimi yazıblar. Əks halda kosinus alfa mənfi olsaydı, gərək modul bərabərlikdən sonra kosinus alfanın əvvəlinə mənfi işarəsini atardıq ki, müsbətə çevrilərdi. Kosinusun müsbət olduğu rüblər 1 və 4-cü rüblərdir. 26-cı sual. Bərabərliklərdən hansı doğru ola bilməz? Kosinus alfa bərabər 0.5. Bəli, biz bilirik ki, kosinus funksiyamız mənfi 1 parçasındakı bütün qiymətləri ala bilər. Onda 0.5 isə deməli 0.5 mənfi 1 aralığına düşür. Onda ola bilər. Sinus alfa bərabər kök 5 bölü 2. Kök 5 təqribən kök alsaq 2 nə qədər olacaq? 2 nə qədəri 2-yə bölsək 1 nə qədər olacaq? Ancaq biz danışmışdıq ki, sinus və kosinusun ən böyük qiyməti 1-dir. 1-dən böyük qiymət olduğu üçün deməli ikinci ola bilməz. 3-də fikir versək, kök 3-dən 1 nə qədər? 4-ə bölsək 0 tam neçə? Mənfi 1 parçasında sinus qiymət aldığı üçün deməli 3-cü ola bilər. 4-cüdə isə kök 5-dən 2 nə qədər çıxır? Məsələn 2 tamında 2 deyək. Ondan 4 çıxsaq bu verəcək bizə mənfi 1 tam nə qədər? Mənfi 1 tam nə qədər ola bilməz? Çünki kosinusun ən kiçik qiyməti mənfi 1 olmalıdır. Onda 4 də ola bilməz. Hansı ola bilməz deyir? 26-da 2 və 4 ola bilməz. Doğru cavab Y. 27-ci suala baxaq. Alfa bucağı 3-cü rübə aiddirsə, kosinus alfa çıxaq, modul kosinus alfa ifadəsini sadələşdirin. Gəlin sadələşdirək. Kosinus alfa çıxaq, modulda kosinus alfa.
Üçüncü rübdə bilirik ki, kosinus mənfidir. Onda biz bunu sadələşdirəndə gərək kosinusun qabağına da mənfi ataq. Kosinus alfa. Bir mənfimiz var. Bir dəfə də mənfi atsaq, mənfi kosinus alfa. Onda bu işarə müsbətə çevriləcək. Yəni kosinus alfa üstəgəl kosinus alfa bərabər 2 kosinus alfa. Doğru cavab 27-də Y. 28 modul sinus alfa üstəgəl sinus alfa. Alfa 4-cü rübün bucağıdır. Baxaq 4-cü rübdə sinusun işarəsi nədir? 4-cü rübdə sinus mənfidir. Onda biz modulu sadələşdirəndən sonra əvvəlinə mənfi atmalıyıq. Onda mənfi sinus alfa olacaq. Üstəgəl sinus alfa. Bu rübün, yəni işarənin ancaq modula aid edirsiniz. Çünki modulun xaricində olan bir funksiyaya aid eləmirik. Bu da mənfi sinus alfa, müsbət sinus alfanın cəmi verəcək bizə 0. 28-də doğru cavab C. 29-cu suala baxaq. Funksiyalardan hansının dövrü var? X çıxaq sinus x funksiyasının bunun dövrü yoxdur. X vuraq sinus x funksiyası. Burada da dövr pozulub. Fikir verin, x-ə vurulub, dövrü yoxdur. Burada x-dən çıxılıb a-da dövrü pozulub. C-də y bərabərdir sinus x kvadratı üstəgəl 1. Görürsünüz, burada kvadrat var. Dövr yoxdur. Y bərabər sinus, burada da kvadrat var. Burada da dövr yoxdur. Y bərabər, bu bizə verir elə sinus, yəni 2-də 3x-dir. Bəli, 2-də 3x funksiyasının dövrü var. Yəni 2 pini bölürük 2-də 3-ə. Dövrü olan, deməli, doğru cavab 29-da Y. 30-cu sualda funksiyasının qiymətlər çoxluğunu tapın. Gəlin bunu sadələşdirək. Fx bərabər 3 vuraq. Sinus kvadratı x-in yerinə 1 çıxaq kosinus kvadratı x yazaq. Üstəgəl 7 kosinus kvadratı x bərabər. Sadələşdirsək 3 çıxaq 3 kosinus kvadratı x üstəgəl 7 kosinus kvadratı x. Bu da bərabər 3 üstəgəl 4 kosinus kvadratı x. Müxtəlif trigonometrik funksiyalarda yadınızda saxlayın. Bunu eyni trigonometrik funksiyaya gətirib sonra qiymətlər çoxluğunu tapırıq. Kvadratdır. Kvadrat olanda bilirik ki, ən kiçik qiyməti mənfi 1, ən kiçik qiyməti 0, ən böyük qiyməti isə 1 olacaq. Gəlin indi yerinə yazaq. Deməli, YF bərabər. Bir dəfə 3 üstəgəl 4 vuraq 0. Bir dəfə 3 üstəgəl 4 vuraq 1. 3 üstəgəl 0, 3, 3 üstəgəl 4, 7. Deməli, qiymətlər çoxluğumuz olacaq 3, 7 parçası. 3, 7 parçası 30-da doğru cavab B. 31-ci sual oxşar sualdır. Fx bərabər 5 sinus kvadratı x üstəgəl 3 vuraq kosinus kvadratı x-in yerində 1 çıxaq sinus kvadratı x yazaq. Sadələşdirsək 5 sinus kvadratı x üstəgəl 3 çıxaq 2 3 sinus kvadratı x. 3 sinus kvadratı x bərabər müsbət 5 sinus kvadratı x mənfi 3 sinus kvadratı x. Bu bizə verəcək 2 sinus kvadratı x üstəgəl 3. Qiymətlər çoxluğunu tapsaq bərabər kvadrat olduğundan bir dəfə yerinə 0 yazarıq, bir dəfə 1 yazarıq. 2 vuraq 1 üstəgəl 3. 0 üstəgəl 3 3, 2 üstəgəl 3 5. Yəni 3 5 parçası doğru cavabımız. 3 5 parçası 31-də C. 32-ci sual. Sinus alfa üstəgəl kosinus alfa bərabər kök 2 olarsa alfa bucağı hansı rübdədir? Sinus alfa üstəgəl kosinus alfa bərabər. Heç bir çevirməyə ehtiyac yoxdur buradan. Kök 2-ni sadələşdirsək 1 tam təqribən 1 tam onda 4 alınacaq. Fikir verin, sinus və kosinusun bilirik ki, ən böyük qiyməti 1-ə bərabərdir. Əgər sinus və ya kosinus funksiyalarından
hər hansı birini biz 1 götürmüş olsaq belə, digər funksiyada bir müsbət qiymət olmalıdır ki, 1-in üzərinə gəlib 1/4-ü ala bilək, 1/4-ə yaxın bir ədədi ala bilək. Yəni bunların hər ikisi, yəni fikirləşəcəksiniz ki, bəlkə biri mənfidir, biri müsbət. Nəzərə alın, məsələn, sinus alfa mənfi 0/7 alsa, onda cavabın 1/4 olması üçün kosinus alfa bizə müsbət 2,1 olmalıdır ki, ancaq kosinus alfa da 1-dən böyük qiymət ala bilmir. Yəni bu funksiyaların hər ikisi müsbətdir. Kök 2'ye bərabər olduğundan. Bu da müsbətdir, bu da müsbətdir. Yəni hər ikisinin müsbət olduğu rüb birinci rübdür. Doğru cavab 32-də C. 33'də də eyni oxşar sualdır. Burada mənfi kök 2'dir. Deməli hər ikisi mənfi olmalıdır ki, cəm də mənfi kökdə 2'ye bərabər olsun. Hər ikisinin mənfi olduğu rüb üçüncü rübdür. 33'də doğru cavab A. 34-cü sual. Alif betamız 4-cü rübün bucağıdır. Verilən ifadəni sadələşdirin. Gəlin sadələşdirək. Deməli sinus beta. Deməli beta 4-cü rüb olduğundan 4-cü rübdə işarəmiz müsbət mənfidir. Yəni sinus müsbət, kosinus isə sinus mənfi, kosinus isə müsbətdir. Sinus mənfi olduğundan burada mənfini yazaq, kosinus isə müsbətdir. Burada müsbət yazaq. Mənfi alınan ifadədə funksiyanın qabağına da mənfi atırıq ki, müsbətə çevrilsin. Olacaq çıxaq sinus beta, vuraq kosinus beta, kosinus müsbət olduğundan elə kosinus beta. Bu da bərabər 0 vuraq. Kosinus beta cəmi bizə verəcək 2 kosinus beta. 0'ı nəyə vursaq? 0, 34'də doğru cavab Y. 35'ə baxaq. Alfa deyir, beta ikinci rübün bucağı olarsa, ikinci rübdə sinus x funksiyamız, kosinus x. Sinus x funksiyası müsbət, kosinus isə mənfi olacaq. Sinus müsbətsə bura müsbəti yazaq, kosinus isə mənfidir. Burada mənfini yazaq. Onda verilənləri yazaq. Sinus beta. Sinus müsbət olduğundan elə sinus beta kimi sadələşəcək. Kosinus beta. Kosinus mənfi olduğundan qabağına da mənfi yazsaq müsbətə çevriləcək. Kosinus beta bərabər. Sinus beta fərqi bizə 0 verəcək. Vuraq 2 kosinus beta. 0'ı nəyə vursaq 0 alarıq. Doğru cavab 35'də Y. 36-cı suala baxaq. İri bərabər kök 6 5 çıxaq sinus x funksiyasının qiymətlər çoxluğunu tapın. Yəni YF-i soruşur bizdən. Sinusun qiymətlər çoxluğunu bilirik. Mənfi 1 parçasıdır. Yerinə yazsaq kökün altında 5 çıxaq. Bir dəfə müsbət 1 yazırıq. Bir dəfə kökün altında 5 çıxaq, mənfi 1 yazırıq. Kök altında 4 verəcək bizə, 4'dən də kök 2 çıxacaq. Bu bərabər kök altında 6 alınacaq. Onda qiymətlər çoxluğumuz olacaq 2 kök 6 parçası. 2 kök 6 parçası 36'da doğru cavab A. 37-ci sualda da eyni ilə 1 yazsaq 4 alınacaq. Oradan kök çıxacaq 2. Mənfi 1 yazsaq 6 kök 6 alınacaq 37'də. 38'də kosinus A bərabər kosinus 4 radiandır bu. Radian. Bir radianımız bilirik ki 1 radian 57 dərəcə. 1 radian təqribən 57 dərəcədir. Yəni yerinə yazsaq kosinus 4 vuraq 57 dərəcə. Bu bizə verəcək kosinus 228 dərəcə. 228 dərəcə bizə 3-cü rübdür. 3-cü rübdə kosinus alır mənfi. B bərabər kosinus 4 dərəcə. 1-ci rüb müsbət. Burada da yazaq 3-cü rüb. Bir də C bərabər 0.
Biz bilirik ki en büyük müsbət olacaq, yəni B en büyük, sonra 0 C, en kiçik isə mənfi ədəd olacaq, yəni A. Deməli A kiçik C kiçik B. Doğru cavab 38'də C. 39'a baxaq. Eyni oxşar sualdır. A bərabər sinus 5 radiyandır. 5'i 57'ye vursaq, 5 vuraq 57 dərəcə bərabər sinus 250 285. 285 dördüncü rüb. Dördüncü rübdə sinus alır mənfi. B bərabər sinus 5 dərəcə birinci rüb müsbət C bərabər 0. Burada da en büyük B olacaq. Ondan sonra C en kiçik olacaq A. A kiçik C kiçik B. Doğru cavab 39'da olacaq B. 40-cı suala baxaq. Funksiyanın qiymətlər çoxluğunu tapın. Gəlin bunu sadələşdirək. Kosinus x üstəgəl sinus x vuraq. Kotangens kosinus x böl sinus x-ə bərabərdir. Sadələşdirsək sinus x-i x-ə aparsaq kosinus x üstəgəl kosinus x. Bu da bərabər 2 kosinus x. Burada diqqətli olmalısınız. Deməli, kəsrin məxrəcində fikir verin, sinus x var. Biz qiymətlər çoxluğunu bilirik ki, mənfi 1 parçasıdır kosinus x-in. Əgər kosinusun yerinə mənfi 1, müsbət 1 yazsaq, həmin qiymətlərdə, yəni kosinus x, gəlin bunu burada qeyd eləyək. Kosinus x bərabər mənfi 1, kosinus x bərabər müsbət 1 olduğu halda sinus x bərabər 0 olur. Əgər sinus x 0 olursa 1 və mənfi 1'də, onda biz məxrəci sıfıra çevirmiş oluruq. Ona görə biz mənfi 1 parçası yox, mənfi 1 aralığını götürməliyik ki, həmin nöqtələrdə sıfıra çevrilməsin. Ona görə YF bərabər 2 vuraq bir dəfə mənfi 1, 2 vuraq müsbət 1 bərabər mənfi 2, müsbət 2 aralığını götürməliyik ki, həmin qiymətlərdə məxrəc sıfıra çevrilməsin. Doğru cavab 40'da D. Eyni oxşar sual 41-ci sual. Y bərabər sinus x üstəgəl kosinus x vuraq tangens sinus x-in kosinus x-ə nisbətidir. Kosinus x-ləri x-lara aparsaq alarıq 2 sinus x. Biz buradan da bilirik ki sinus x bərabər mənfi 1, sinus x bərabər müsbət 1 olarsa, onda kosinus x bərabər 0 olar. Ona görə kosinus x məxrəcin sıfıra çevrilməməsi üçün biz sinus x, kosinus x funksiyasını da mənfi 1 parçasında yox, mənfi 1 aralığında götürəcək. Onda 2'ni mənfi 1'ə vursaq, mənfi 2 YF 2 vuraq mənfi 1, mənfi 2, 2 vuraq 1 bərabər 2. Yəni mənfi 2 aralığı. Doğru cavab B 41'də. 42-ci sual. Y bərabər 5 kosinus 3x, 12 sinus 3x cəminin qiymətlər çoxluğunu tapın. Bu cür funksiyalarda biz sizlə qeyd eləmişdik ki, Y bərabərdir A. Yəni bunu qırmızı ilə yazaq. Y bərabər düsturdur. Qeydi aparırsınız özünüz üçün. A sinus x müsbət mənfi B kosinus x funksiyasının qiymətlər çoxluğu, yəni YF mənfi kök altı A kvadrat üstəgəl B kvadratı, yəni ən kiçik qiyməti kök altı A kvadrat
B kvadrat üstəgəl B kvadratıdır mənfisi ilə. Bir də ən böyük qiyməti isə A kvadrat üstəgəl B kvadratı olacaq. Onda burada yerinə yazsaq ən kiçik qiyməti YF bərabər mənfi kökün altında 5'in kvadratı, bir də fikir verin, A'nın yerində 5, B'nin yerində isə 12 dayanıb. 5'in kvadratı üstəgəl 12'nin kvadratı. Bunu hesablasaq mənfi 13. Bir də müsbət kökün altında A kvadrat üstəgəl B kvadrat. Yəni 5'in kvadratı üstəgəl 12'nin kvadratı. Da 169 verəcək bizə müsbət 13. Yəni mənfi 13, müsbət 13 parçası. Doğru cavab 42-də Y. 43 oxşar sualdır. YF. Bir dəfə mənfi kökün altında 9'un kvadratı üstəgəl 12'nin kvadratı. 81 üstəgəl 144, 225. 225'dən 15 çıxacaq kök. Burada isə 9'un kvadratı üstəgəl 12'nin kvadratı bərabər müsbət 15. Yəni mənfi 15, müsbət 15 parçası. Doğru cavab 43'də C. 44-cü suala baxaq. A bərabər sinus 1 dərəcə, B bərabər sinus 2 dərəcə, C bərabər kosinus 87 dərəcə, kosinus 87 ilə sinus 3 dərəcə deməkdir. Çevirmə düsturundan da bilirik, həm də qeyd eləmişdik sizinlə ki, məsələn sinus 30, kosinus 60, sinus 45, kosinus 45. Bunların hamısını eyni trigonometrik funksiyaya gətirdik. Baxaq sinus funksiyası 1, 2, fikir verin, 1 dərəcə, 2 dərəcə, burada isə 3 dərəcədir. Birinci rübdə artandır, yoxsa azalandır? Sinus birinci rübdə funksiyası birinci rübdə 0-dan 1'ə qiymət alır, yəni artır. Artır o deməkdir ki, X-in qiyməti artdıqca Y-in də qiyməti nədir? Artır. Artan olduğundan onda 3 dərəcə, 2 dərəcə, 1 dərəcə sırası ilə düzüləcək. Onda bizdə ən böyük olacaq C, ondan sonra B, ən kiçik olacaq A. Yəni A kiçik B, kiçik C. Doğru cavab 44'də D. Azalan olsaydı tərsinə yazacaqdı. 45'ə baxaq. A bərabər kosinus 1 dərəcə, B bərabər kosinus 2 dərəcə, C bərabər sinus 87, yəni kosinus 3 dərəcə. Kosinus funksiyası, baxaq 1 dərəcə, 2 dərəcə, 3 dərəcə. Kosinus Y bərabər kosinus X funksiyası birinci rübdə kosinus 0'da alır mənfi 1, 0'da alır 1, 90'da alır 0. Deməli burada azalır. Birinci rübdə azalan olduğundan onda bizdə dərəcə olaraq 3 dərəcə, 2 dərəcə, 1 dərəcə sırası ilə düzüləcək. Azalan olduğundan ən kiçik dərəcəmiz 1 olduğu üçün ən böyük qiymət A olacaq. A. Ondan sonra B ən kiçik olacaq C. Yəni dərəcəsi ən böyük olan C kiçik B kiçik A və ya A böyük B böyük C. Baxaq A böyük B böyük C. Doğru cavab 45'də B.
46-cı sual. Funksiyasının qiymətlər çoxluğunu tapın. Modul sinus x modul daxilində olduğundan ən kiçik qiyməti 0, ən böyük qiyməti 1 olacaq. F yerinə yazsaq, deməli 8 bölək 1 üstəgəl bir dəfə 0 yazırıq. 8 bölək 1 8. Bir dəfə də 8 bölək 1 üstəgəl sinusun yerinə 1 yazırıq. 8 bölək 2 bərabər 4. Yəni olacaq 4, 8 parçası, 4, 8 parçası 46'dır. C. 47-ci sual oxşar sualdır. YF. Bir dəfə yerinə 0 yazacaq. Bir dəfə 1 yazarıq. 0 yazsaq 21 bölü 7. Deməli olacaq 21 bölək 4 çıxaq, 7 çıxaq. 7 çıxaq, 4 vuraq 0. Bərabər 3 alarıq. Bir dəfə 21 bölək 7 çıxaq, 4 vuraq 1. Bərabər 7 alarıq. Deməli qiymətlər çoxluğu olacaq 3, 7 parçası. 47-də doğru cavab A. 48-ci sual. Alfa, beta, gamma hər üçü iti bucaq olduğundan, yəni birinci rübün bucaqları olduğundan kosinus funksiyası birinci rübdə azalan funksiyadır. Azalan funksiyadır. Bu o deməkdir ki, x-in qiyməti artdıqca y-in qiyməti azalır. Yəni baxırıq burada ən böyük qiyməti alıb 2-də 1-dən, onda bizdə qamma ən kiçik olacaq. Ondan sonra 3-də 1, yəni alfa, o da kiçik betadan. Deməli qamma kiçik alfa, kiçik beta. Doğru cavab 48-də D. 49-cu sual. Kosinus alfa 1 üstəgəl kosinus alfa üstəgəl modulda 1 çıxaq kosinus alfa ifadəsini sadələşdirin. Biz bilirik ki, kosinus alfanın ən böyük qiyməti 1, ən kiçik isə -1-dir. 1 ilə toplayanda deməli müsbət və ya 0 alarıq. Hər iki halda doğrudur. 1-dən də kosinus alfa -1, 1 aralığında qiymət alsa, 1-dən həmin aralıqdakı qiymətlərini çıxsaq müsbət alacaq. Ona görə bunu sadələşdirsək 1 üstəgəl, yəni olduğu kimi sadələşdirərik. Üstəgəl kosinus alfa, üstəgəl 1 çıxaq kosinus alfa. Kosinus alfalar ista olunur. Müsbət 1, üstəgəl müsbət 1 da verəcək bizə müsbət 2. Doğru cavab D. 49-da. 50-ci sual. Y bərabər kosinus kvadratı x çıxaq kosinus x funksiyasının qiymətlər çoxluğunu tapın. Gəlin bunu sadələşdirək. Bunu yazaq kosinus x çıxaq 2-də 1-in kvadratı. Birincinin kvadratı kosinus kvadratı x, hasilinin 2 misli mənfi kosinus x. Üstəgəl 4-də 1, burada yazırıq çıxaq 4-də 1. İndi kosinus x funksiyasının biz bilirik ki, ən böyük ən kiçik qiyməti -1, 1 aralığındadır. Kvadrat olduğundan ən kiçik qiyməti 0 alacaq. 0-dan -4-də 1-i çıxsaq alacaq -4-də 1. Bir dəfə də kosinus x-in yerinə fikir verin 1 yazsaq daha kiçik qiymət alacaq. -1 yazanda kosinusun yerinə -1 çıxaq 2-də 1. Biz ən böyük qiymətini axtarırıq. Kvadratı çıxaq 4-də 1. Bu bizə verəcək -2-də 3 kvadratı 4-də 9. 4-də 9-dan 4-də 1-i çıxsaq, bu da bərabər 2. Bu da olacaq ən böyük qiyməti. Deməli, -4-də 1, 2 parçası. Baxın, biz mötərizənin üstü cüt ədəd olduğundan biz bunu mötərizənin daxilindəki ifadəni xatırlayırsa həmişə 0 götürürdük. Burada kosinus x funksiyası 2-də 1 qiymətini
ala bildiyi üçün biz bunu 0 götürdük. Əgər başqa bir qiymətlər olsaydı, məsələn 2-də 1 yox da 1, 3, 4 olsaydı, bunun ən kiçik qiymətini 0 götürə bilməzdik. Yəni onları nəzərə almaq lazımdır. Deməli 50-ci sualda doğru cavab A. 51-ə baxaq. Fx bərabər. Buradan sinus 3x kosinus 3x mötərizə xaricinə çıxarsa, mötərizədə alınacaq kosinus kvadratı 3x üstəgəl sinus kvadratı 3x. Sinus kvadratı 3x üstəgəl kosinus kvadratı 3x bu bizə 1 verəcək. Deməli, qalacaq sinus 3x kosinus 3x. Bu da 2 qatın düsturudur. Qeyd eləyək bunu. Sinus x kosinus x bərabər 2-də 1 sinus 2x düsturu biz bilirik. Qeyd edirsiniz özünüz üstündə. Bu da bərabər deməli olacaq 2-də 1 sinus 6x. Bunun əsas dövrünü soruşur. T bərabər tək dərəcə olduğundan, yəni sinüsü tək ədəd olduğundan olacaq 2 pi böl 6. Bu da ixtisar aparsaq pi böl 3. Doğru cavab 51-də D. 52-yə baxaq. Funksiyasından ala biləcək natural qiymətlərin cəmini tapın. Natural qiymətlərin cəmi biz bilirik ki, biraz əvvəl qeyd etmişdik. A sinus x üstəgəl B kosinus x. Qiymətlər çoxluğu mənfi kök altında a kvadrat üstəgəl b kvadrat, müsbət kök altında a kvadrat üstəgəl b kvadrat parçasıdır. Onda yerinə yazsaq, olacaq mənfi kökün altında 3-ün kvadratı üstəgəl 2-nin kvadratı, eyni ilə müsbət kökün altında 3 kvadrat üstəgəl 2-nin kvadratı. Yəni, mənfi kök 13, müsbət kök 13. Buradakı natural qiymətlər kök 13-dən deməli 3 çıxa bilər, kök 4, deməli 3, 2, 1. Cəmini istəyir bizdən 6. Deməli burada doğru cavab olacaq Y. Natural qiymətləri soruşduğundan 3, 2, 1 bu aralıqda yerləşən natural ədədlərdir. 53-də sinus alfa bərabər 1 böl kosinus 10 dərəcə. Hansı deyir? Doğru deyil. Biz bilirik ki, kosinus 0-da alır 1, kosinus 90-da alır 0. Yəni azalandır. Azalandır birinci rübdə. Kosinus 10 dərəcədə birdən kiçik qiymət alacaq. Məsələn, deyək bir 0.9 alsın. 1 böl 0.9. Bu deməkdir ki, 1-i 0.9'a böləndə 9'da 10 alarıq. Bu da böyükdür 1-dən. Böyük 1 olduğundan biz bilirik sinus kosinus funksiyası ən böyük qiyməti 1'dir. Yəni 1-dən böyük qiymət ala bilməz. Deməli, birinci doğru deyil bizim üçün. İkinci, sinus alfa bərabər m bölünsün, m üstəgəlin, hər ikisi müsbətdir. Bir müsbət ədəd yazsaq, məsələn, m-in yerinə bir 3 yazsaq, n-in yerinə 4 yazsaq, 3 üstəgəl 4. Fikir verərsiniz, düzgün kəsir alınır. Düzgün kəsir də 0-dan böyük, 1-dən kiçikdir. Yəni, bu ola bilər. Sinusda mənfi 1 parçasında qiymət alır. Yəni, bu aralığa düşür. 3-də kosinus alfa bərabər 4 dərəcədən 82 çıxaq 4. 4 dərəcədən 82-dən kök alsaq 3 tam 10'da 1 deyək. Çıxaq 4, mənfi 0.9. Aralığa düşür, bəli düşür. Mənfi 1 parçasına düşür. Deməli, bu da doğrudur. 4-də sinus alfa bərabər m üstəgəlin m-in bərabər 1. Fikir verin, m-in 1-dirsə, deməli, bunlar qarşılıqlı tərs ədədlərdir. Qarşılıqlı tərs ədədlər olduğundan, yəni x üstəgəl 1 bölü x nəzərdə tutun. Xoşi bərabərsizliyindən bilirik ki, bu mənfi sonsuzluq, mənfi 2 birləşir, 2 müsbət sonsuzluq qiymətlərini alır.
Burada da mənfi 1 parçası yoxdur. Deməli 4 ola bilməz. 5-ci, bunu tənasüblə sadələşdirsək, sinus alfa kosinus alfa bərabər 0.6. Hər tərəfi bu 2-yə vursaq, alacağıq sinus 2 alfa bərabər, sağ tərəfi də 2-yə vursaq 1.2. Deməli, sinus 2 alfa bərabər 1.2, bu mənfi 1 parçasına daxil deyil 1.2. Deməli, 5 ola bilməz. Bizdən hansı ola bilməzi soruşur? 1, 4, 5. Doğru cavab 53-də D. 54-cü sual. Funksiyasının qiymətlər çoxluğuna daxil olan ən böyük ədədi tapın. Qiymətlər çoxluğunu bilirdik. YF bu cür funksiyalarda mənfi kökün altında 5-in kvadratı üstəgəl 12-nin kvadratı bərabər mənfi kök 13. Digər 5-in kvadratı üstəgəl 12-nin kvadratı bərabər bu 13, 25, 144, 169. Kökdə 169, 169. Bu da bərabər mənfi 13. Bu da kök altında 169 bərabər müsbət 13. Deməli, qiymətlər çoxluğu mənfi 13, müsbət 13 parçası olacaq. Bizdən soruşur, ən böyük ədədi tapın burada. Ən böyük ədəd 13 olacaq 54-də. 55. A parametrinin neçə tam qiymətində 1 üstəgəl A kvadratı bərabər 1 üstəgəl A sinus x bərabərliyi ödənir. Gəlin bunu sadələşdirək. 1 üstəgəl 2A üstəgəl A kvadrat bərabər 1 üstəgəl A sinus x. Birləri islah aparsaq, hər tərəfi A-ya bölsək və A bərabər 0 şərtini götürməklə sıfıra bölə bilərik. Buradan alırıq 2 üstəgəl A bərabər sinus x. Biz də bilirik sinus x mənfi 1 parçasında qiymət alır. Onda 2 üstəgəl A dəyişəcək müsbət 1 ilə mənfi 1 parçasında. Hər tərəfdən 2 çıxsaq, mənfi 3 kiçik bərabər A kiçik bərabər 2 çıxsaq mənfi 1. Deməli, burada da A-nın ala biləcəyi qiymətlər A daxil mənfi 3, mənfi 2, mənfi 1. Bir də 0 qiymətimiz var idi. İxtisar aparmışdıq. Həmin kökü götürmək şərti ilə ixtisar apardıq. Deməli, doğru cavab neçə tam qiymətində soruşur? 4 tam qiymətdə. Doğru cavab 55-də 4. 56-cı suala baxaq. Kosinus alfa çıxaq 5. Kosinus alfa ən böyük qiymətini 1 alır. 5-dən çıxsaq mənfi alarıq. 3 çıxaq sinus alfa. Sinus alfa da mənfi 1 parçasında qiymət aldığından 3-dən çıxsaq müsbət qiymət alarıq. Gəlin indi bunu sadələşdirək. Mənfidirsə qabağına mənfi atmalıyıq. Mənfi kosinus alfa çıxaq 5. Üstəgəl müsbət olan ifadəni isə olduğu kimi sadələşdiririk. 3 çıxaq sinus alfa bərabər 7. Mötərizəni açsaq, mənfi kosinus alfa üstəgəl 5, üstəgəl 3, çıxaq sinus alfa bərabər 7. Sinus kosinusları bərabərliyin sağ tərəfinə keçirsək, sinus alfa üstəgəl kosinus alfa bərabər 7-ni sağ tərəfdən sol tərəfə gətirsək, müsbət 8-dən 7-ni çıxsaq 1 alarıq. Bizdən də sinus alfa üstəgəl kosinus alfanı istirdi. Deməli, doğru cavab 1, 56-da. 57-ci sual. A parametrinin neçə tam qiymətində funksiyanın əsas dövrü pi böl 5 olar. Bizdə sinus funksiyasının dövrünü bilirdik. Sinus funksiyasının dövrü 2pidir, dərəcə tək olduğundan. Onda 2pini bölürük. Modulda A kvadratı çıxaq 15-ə. Nəzərə alın, modulda bölürük. Biz çox vaxtı modulsuz yazırdıq. X-in əmsalı müsbət olanda biz adətən modulu yazmırdıq. Ancaq parametr olsa mütləq modulda qeyd etməyi unutmayın. Bərabər deyir ki, pi böl 5 olar. Piləri ixtisar aparsaq buradan və sadələşdirsək, alınır modulda A kvadrat çıxaq 15 bərabər 2-ni 5-ə vursaq 10. Modul tənliklərin həllini
tətbiq etsək, a kvadratı çıxaq 15 bərabər müsbət 10. Bir dəfə də a kvadratı çıxaq 15 bərabər mənfi 10. Buradan a kvadratı bərabər 25, a bərabər müsbət mənfi 5. Digər tərəfdən a kvadratı bərabər mənfi 15-i sağa aparsaq müsbət 5, a bərabər müsbət mənfi kök altı 5. Deyir, a parametri neçə tam qiymətində? Deməli, 4 tam qiymətində funksiyasının dövrü pi böl 5 olar. 58 oxşar sualdır. Deməli, burada da 2 pi bölək a kvadratı çıxaq 30 modulda bərabər pi bölək 3. Piləri ixtisar aparsaq, modulda a kvadratı çıxaq 30 bərabər 6. Buradan a kvadratı çıxaq 30 bərabər müsbət 6. A kvadratı çıxaq 30 mənfi 6. Buradan a kvadratı bərabər 36. A-mız müsbət mənfi 6 qiymətini alacaq. Oradan a kvadratı bərabər müsbət 24. A bərabər müsbət mənfi kök 24-ə. Deməli, a-nın neçə tam qiymətini soruşur? Müsbət mənfi 6, müsbət mənfi kök 24, yəni 4 qiymətində doğrudur. 4 qiyməti. 59-cu sual. Deməli, əsas dövrünü soruşur. Birincidə dövr olacaq dərəcə tək olduğundan pi bölü 3. İkinci dərəcə cüt olduğundan olacaq 2 pi böl 1. Bu da bərabər dərəcə cüt olduğundan, üzürlü sayın, dərəcə tək olduğundan 2 pi bölü 3. Dərəcə cüt olduğundan pi böl 1 bərabər, yəni pi. Üçüncüdə də dərəcə cüt olduğundan pi böl 3 olacaq. Deməli, 59-da baxaq, 1-ə 1, 2 pi bölü 3, 1-ə uyğundur y, 2-yə pi, 2-yə a uyğundur, 3-ə də pi bölü 3, b uyğundur. 59-da 1y, 2a, 3b. 60-cı sual, yenə oxşar sualdır. Dövrünü soruşur. Dərəcə tək olduğundan birincidə, onda 2 pi böl 5. İkincidə dərəcə cüt olduğundan pi böl 1, yəni pi. X-in əmsalı 1-dir. 3-də pi böl dərəcə tək olduğundan 5. Baxaq, 2 pi böl 5, 1-ə y uyğundur. 2-yə pi a uyğundur. 3-ə də pi böl 5 D uyğundur. Deməli, 1Y, 2A, 3D. 61-ci sual. Qiymətlər çoxluğunu baxaq. Deməli, sinus 3x mənfi 1 parçasındadır. 2-yə vursaq, mənfi 2, müsbət 2 parçası olacaq. Kvadrat olduğundan 0 ilə 1 arasında dəyişəcək. 3-ü 0-a vursaq 0, 3-ü 1-ə vursaq 3. Modul olduğundan 0, 1 parçasında qiymət alacaq. İndi baxaq. Deməli, 1-ə mənfi 2, 2 S uyğundur. 2, 0, 3, 0, 3, 2-yə B uyğundur. 3-ə baxaq. 0, 1, 0, 1. Ən böyük qiyməti 1-dir. 3-ə A uyğundur. Ən kiçik qiymət 0, ən böyük qiymət isə 1-dir. 62-ci sual, yenə qiymətlər çoxluğu. 2-ni vursaq mənfi 1 parçasında mənfi 2, müsbət 2 olar. Kvadrat olduğundan 3-ü 0-a vursaq 0, 3-ü 1-ə vursaq 3. Modul olduğundan 0, 1 parçasında qiymət alacaq. 62-də baxaq, 1-ə C, 2-yə 0, 3 parçası B, 3, 0, 1 parçası ən böyük qiyməti 1-dir. 3-ə Y uyğundur. 63. Baxaq 63-də.
Sinus x funksiyası birinci rübdə müsbətdir. Birinci rübdə müsbətdir, yəni B uyğundur. Əsas dövrü pi-dir, kotangens x-ə uyğundur, A. Kotangens və tangens funksiyasının əsas dövrü pi-dir. Onda bundan sonraki mövzu izahında baxarıq suallarına. Sonra üçüncü rübdə artandır. Üçüncü rübdə artandır. Kosinus x funksiyası, yəni c 2'ye c. Sonra üçüncü rübdə artandır. Birinci rübdə artandır. Birinci rübdə artandır. Birinci rübdə artandır. 0, 1. Deməli 1'ə həm də d gedəcək. Bu sinusa aiddir. Sonra üçüncü rübdə müsbətdir. Bu kotangensə aiddir. Y. Deməli 1'də db, 2c, 3'ə a, y uyğundur. 64'ə baxaq. 64'də üçüncü rübdə azalandır. Sinus funksiyasıdır bu. Deməli 1'ə b. Sonra birinci rübdə azalandır. Kosinus funksiyasıdır. 2'ye a. Sonra əsas dövrü pi-dir. Bu tangensə aiddir. Y. 3'ə y gedir. Üçüncü rübdə müsbətdir. C. Üçüncü rübdə müsbətdir. Deməli tangens funksiyasıdır. 3'ə həm də s uyğun gəlir. Dördüncü rübdə müsbətdir. Bu dördüncü rübdə müsbət. Bu kosinusa aiddir. Deməli 2'ye həm də d gedəcək. Deməli 1b, 2ad, 3c, y. 65. Bunları biraz sadələşdirək bərabər. Bu bizə verəcək 2'də 1 sinus 6x. Qiymətlər çoxluğu olacaq. Sinusun qiymətlər çoxluğu mənfi 1, 1 parçasıdır. 2'də 1'ə vursaq mənfi 2'də 1, müsbət 2'də 1 parçası olacaq. Və 2 qatın düsturdur. Kosinus 2 alfanın düsturdur. Yəni kosinus 4x-dir. Qiymətlər çoxluğu mənfi 1, 1 parçasıdır. Bu isə öyrəndiyimiz a sinus x, b kosinus x funksiyasıdır. Qiymətlər çoxluğu mənfi kökün altında 1'in kvadratı üstə gəl kök 3'ün kvadratı, yəni 3. 1'in kvadratı üstə gəl kök 3'ün kvadratı 3. Deməli bu da bizə mənfi 4, mənfi 2, 2 parçasını verəcək. Baxaq indi 65'də 1'ə y uyğundur. Mənfi 0.5, müsbət 0.5. 2'yə d, mənfi 1, 1. 3'ə b, mənfi 2, 2 parçası. 3'ə də b. Y, D, B. Qiymətlər çoxluğu mənfi 3, 3 heç birinə uyğun deyil. Qiymətlər çoxluğu 0, 2 parçası heç birinə uyğun deyil. 66. Baxaq, bərabər. Bu bizə verəcək 2'də 1 sinus 4x. Qiymətlər çoxluğu olacaq mənfi 2'də 1, müsbət 2'də 1 parçası. Bu bizə verəcək ikincisi kosinus 8x. Qiymətlər çoxluğu mənfi 1, 1 parçasıdır. 8x. 3'də 3 sinus x çıxaq 1. Qiymətlər çoxluğu mənfi 1 yazsaq, mənfi 3 çıxaq 1, mənfi 4. Müsbət 1 yazsaq 2 parçası olacaq. Baxaq. Deməli 1'ə mənfi 2'də 1, 2'də 1 s. 1'ə s uyğundur. 1'ə s. Sonra mənfi 1 parçası 2'yə d. Sonra mənfi 4, 2 parçası 3'ə b. 3'ə b. Sonra
Əsas dövrü pi böl 4'dür. Deməli, dövrünü tapsaq, t bərabər 2 pi böl 8 bərabər pi böl 4 alırıq. Bəli, həm də 2-yə y uyğundur. 2-yə y. Sonra a-ya baxaq. Əsas dövrü 2 pidir. Bəli, əsas dövrü 2 pidir. 3'ə gedir. Çünki x-in əmsalı 1'dir. 2 pini 1'ə bölsək 2 pi. Deməli, 3'ə həm də a uyğundur. 67. 3'dən baxsaq, sinus alfa bərabər kök 2 bölü 2. Deməli, bunu 45 dərəcədə alır. 1'də də a-da baxsaq, 2 alfa bərabər 90, alfa bərabər 45 dərəcə. Deməli, 1'ə, 3'ə a uyğundur. Həm də B-də deyir, alfa ilə qonşu olan bucaq alfadan 3 dəfə böyük ola bilər. Onda alfaya qonşu beta 180 çıxılsın 45, 135 alfadan 3 dəfə böyük ola bilər. 3'ə həm də B uyğundur. AB. 1'dən baxaq, sinus alfa 5'də 4'dür. Yəni, buradan sadələşdirək. Sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa 1 olduğundan sinus alfanın yerinə 5'də 4 yazsaq, buradan kosinus kvadratı alfa bərabər 1 çıxar. 5'də 4'ün kvadratı 25'də 16. Bu da bərabər 25'də 9. Kosinus kvadratı 25'də 9 olduğundan kosinus alfa bərabər müsbət mənfi 5'də 3, yəni müsbət mənfi 0.6 ola bilər. Deməli, 1'ə C, 2 üçün də eyni halı yazsaq, kosinus kvadratı alfa bərabər 1 çıxaq sinus kvadratı alfa, yəni 25'də 9. Bu da bizə verəcək 25'də 16. Buradan kosinus alfa bərabər müsbət mənfi 5'də 4. 5'də 4, yəni 0 tam müsbət mənfi 0.8 2'yə y. Deməli, 67'də 1'ə C, 2'yə Y, 3'ə A, B. Alfa 3-cü rübə aiddir. Xeyr, 3-cü rübə aid olan bucaq yoxdur burada. 68. 0-2 pi aralığında y bərabər düz xəttinin fx bərabər sinus x funksiyasının qrafiki ilə kəsişmə nöqtəsi A, kosinus x funksiyasının qrafiki ilə kəsişmə nöqtəsi B olarsa, A və B nöqtələri arasındakı məsafəni tapın. Yəni, bunun qrafikini çəkək 0-2 pi parçasında. Həm sinus, həm kosinusun qrafikini. X, Y. Deməli, sinus, buradan yazır Y bərabər sinus X. X-ə qiymət verək, X, Y. X 0 olanda Y 0 olur. 90 olsa 1, 180'də 0, 270'də mənfi 1, 360'da 0 qiymətini alır. Gəlin bu qiymətləri qeyd eləyək burada. Deməli, 0 nöqtəsində 0 alır. 90'da, bura olsun 90 dərəcə. Burada alır 1. 180'də 0 alır. 180 dərəcə. 270'də mənfi 1. Burada gəlin mənfi 1'i burada qeyd eləyək. Mənfi 1. 270 dərəcə. 360'da da alır 0 dərəcə. Nöqtələri birləşdirsək, burada 1'dir. Deməli, sinüs üçün bu nöqtələri birləşdirək. Oldu sinus funksiyamız, yəni sinusoid əyrisi. Bir də kosinus x funksiyasının qrafikini quraq. Kosinus x'i də bu tərəfdən yazılır. Kosinus x. X, y. X 0 olanda kosinus 0'da alır 1. 90'da alır 0. 180'də mənfi 1.
270'də alır 0, 360 dərəcədə alır 1. Deməli 0 dərəcə 1, 0-da alır 1. Burada nöqtə, bunu başqa bir rənglə seçək. 1 nöqtəsi. Sonra 90'da alır 0, 90 dərəcədə 0 alır. 180'də -1, bura -1. 270'də 0, 360'da 1 alır. 360'da 1. Nöqtələri də birləşdirək. Burada. Bizə indi buradan deyir ki, y bərabər bir düz xətti. Y bərabər bir düz xəttini çəkək. Y bərabər bir düz xəttini çəkək. Deməli, bura bir nöqtəmiz idi. 1. Deməli, buradan baxaq. Bunları birləşdirək. Eləndə. Bəli. İndi baxaq, sinusun kəsişmə nöqtəsi, y var sinus x-dən kəsişmə nöqtəsi A. Kosinus x-dən kəsişmə nöqtəsi isə B-dir. Bizə deyir, bu nöqtələr arasındakı məsafəni tapın. Fikir versəz, buradan, bura 2pi-dir, yəni 360. A nöqtəsi isə 90 dərəcədir. Yəni 2pi-dən AB nöqtəsi arasındakı məsafəni tapsaq, gəlin buradan yazaq, AB bərabər. Deməli, iki nöqtə arasındakı məsafə 2pi-dən çıxırıq pi böl 2-ni. Bu da bərabər 2-də 3pi. Deməli, burada doğru cavabımız olacaq 68-də 2-də 3pi. 69-cu sual. Y bərabər -1. Sinus -1'i alır. Yenə qrafik çəkməlisiniz. Ətraflı yazılması tələb olunan sualdır. Sinus -1'i alır 3pi böl 2'də. Bu bizə A nöqtəsi kimi verilib. Kosinus -1'i alır 180'də, yəni pi-də. A və B nöqtələri arasındakı məsafəni soruşur. Yəni pi-dən çıxar 3pi böl 2'dən 3pi böl 2'dən çıxarıq 3pi böl 2'dən çıxarıq pi böl pi-ni. Bu da bərabər 2'də pi. Yəni pi böl 2. Yenə deyirəm, ətraflı yazılması tələb olunan sualdır. 69'da qrafik çəkdik. Eyni qrafikdir. Sadəcə orada -bir düz xəttini çəkəcəksiniz. -bir düz xəttini gəlin burada bir əyani göstərək. Fikir verin, harada kəsişəcək. Fikir versəz, 270 ilə 180 dərəcədə kəsişir. Ona görə 3pi böl 2'dən pi böl 2'ni çıxırıq. 70-ci sual. Deyir, y bərabər sinus x funksiyası -pi, 2pi aralığındakı ən böyük qiymətini, A nöqtəsində ən kiçik qiymətini isə B və C nöqtələrində alır. ABC üçbucağının sahəsini tapın. Gəlin, qrafiki çəkək. Burada x. Deməli, sinusun qrafikini çəkək. 0'da 0 alır. 90'da pi böl 2'də, yəni 1 alır. 1. 180'də 0 alır. 270'də, yəni 3pi böl 2'də -1 alır. -1. Nöqtəmiz olacaq burada. 360'da 360 dərəcə, yəni 2pi'də 0 alır. Nöqtələri birləşdirsək,
Bu oldu bizim sinusun qrafiki. Bir də mənfi, bura mənfi pi bölü 2'dir. Burada alacaq mənfi 1, mənfi pi, mənfi pi'də də alır 0. Onu da buradan ayağını çəksək, deməli qrafikimiz belə olacaq. Bizə deyir ki, ən böyük qiymətini A nöqtəsində fikir verin. Ən böyük nöqtəsi A nöqtəsi 1'də olduğu nöqtədir. Ən kiçik qiymətlərini B və C-də. Deməli, bura B, bu nöqtə isə C nöqtəsidir. Burada yaranan üçbucağın sahəsini soruşur bizdən. Gəlin, bunu nöqtələri birləşdirək. Bu nöqtələri birləşdirsək, rəngi dəyişək. Başqa bir rəng seçək. Deməli, buradakı üçbucağın sahəsini soruşur bizdən. Deməli, üçbucağın sahəsini tapmaq üçün tərəf və həmin tərəfə çəkilən hündürlük bizə lazımdır. Deməli, B və C nöqtələri arasındakı məsafəni tapaq. Deməli, B, C 3 pi bölü 2 nöqtəsi, B isə mənfi pi bölü 2. Bu nöqtələr arasındakı məsafəni tapsaq, onda 3 pi bölü 2'dən çıxsaq, mənfi pi bölü 2'ni çıxaq, mənfi pi bölü 2. Bu bərabər bizə verəcək 2 pi. Deməli, B və C nöqtələri arasındakı məsafə 2 pi'dir. İndi hündürlüyə baxaq. Hündürlüyümüz buradan BC tərəfinə qədər olan məsafədir. Fikir verin, bura 1, 0'dan mənfi 1'ə qədər məsafədə 1'dir. Ümumi hündürlük olur H bərabər olur 2. Onda S, A, B, C bərabər 2'də 1. A vur H olduğundan, yəni 2'də 1. Buraq A'mız 2 pi, H'ımız isə 2'dir. Bu da bərabərdir 2 pi olacaq. Deməli, 70-ci sualda doğru cavab 2 pi. Keçək 71'ə. 71 də eyni oxşar sualdır. Qrafikini çəkək. X, Y. Deməli, 0'dan, burada kosinus istəyir. Kosinus 0'da 1 alır. Bura 1 nöqtəsi buradan başlayacaq. 90'da 0 alır. 180'də mənfi 1. Deməli, bura pi bölü 2. Bura pi. Bura 3 pi bölü 2. Burada olsun 2 pi. 180'də alır mənfi 1. 270'də alır 0. 2 pi'də alır 1. Nöqtələri birləşdirsək. Belə. İndi bizə deyir ki, ən böyük qiymətini A və B nöqtəsində, deməli, bura A nöqtəmizdir, bura isə B nöqtəmiz. Ən kiçik C nöqtəsində, ən kiçik qiymətini C, burada C. Burada yaranan üçbucağın sahəsini soruşur. Gəlin bu nöqtələri birləşdirək. Deməli, buradakı üçbucağın sahəsini soruşur. Buradakı üçbucaq. Deməli, bu üçbucağın AB tərəfinin uzunluğu 3 pi bölü 2 pi ilə 0'dır. Deməli, 2 pi'dən 0'a çıxsaq, bərabər elə 2 pi olacaq. Hündürlüyümüz də eyni ilə 1'dən mənfi 1'ə qədər H bərabər 2 olacaq. Onda sahəni tapsaq, S, A, B, C bərabər 2'də 1. Buraq AB, buraq H bərabər 2'də 1 vuraq. AB'nin uzunluğu 2 pi, H'ımız isə 2 idi. Bu da ixtisar gedir, qalır 2 pi.
Deməli 71-də doğru cavab 2 pi. 72-ci sual. Deyir ki 0-2 pi aralığında fx bərabər sinus x və jx bərabər kosinus x funksiyalarının qrafiklərinin kəsişmə nöqtəsindən ox oxuna qədər məsafəni tapın. Əslində biz 0-pi/2 aralığında funksiyaların kəsişmə nöqtəsini bilirik. Sinus x bərabər kosinus x kəsişmə nöqtəsinin koordinatlarını tapmaq üçün hər tərəfi buradan kosinus x-ə də bölə bilərsiniz. Buradan alınır tangens x bərabər 1. X-imiz pi/4, yəni 45 dərəcədə olacaq. Gəlin bunun qrafikini quraq. 0-pi/2 aralığında soruşur. X, y. Sinusumuz deməli 0-da 0 alır. Pi/2-də 1 alır. 1. 180 dərəcədə 0 alır. 270 dərəcədə, yəni 3pi/2-də -1 alır. -1. 360 dərəcə, yəni 2pi-də 0 alır. Sinusun qrafikini quraq. Oldu bizim sinus funksiyamızın qrafiki. Bizə deyir ki 0-pi/2 aralığında. İndi kosinusun qrafikini quraq. Bunu başqa rənglə. Deməli 0-da alır kosinus 1, 90-da alır 0, 180-də alır -1, 180-də -1. Bizə 0-pi/2 aralığını soruşduğu üçün bunda qrafikini buradan çəkək. 270-də 0 alacaq, 360-da da 1 alacaq. Bunu belə qeyd eləyək. Kəsişmə nöqtəsinə fikir verin. Kəsişmə nöqtəsi buradadır. Yəni buradan absis oxuna qədər məsafəni soruşur. 45 dərəcədə. Bilirik ki 45 dərəcədə sinusumuz kök 2/2 olur. Yəni bura olacaq kök 2/2. Məsafəmiz olacaq kök 2/2. Deməli 72-də doğru cavab kök 2/2. 73-də də oxşar sualdır. Ox oxuna qədər məsafə. Gəlin bunu da burada qeyd eləyək. Elə 72-ci sualda qrafiki çəkmişik. Fikir verin. Dərəcədə deməli burada soruşur pi 3pi/2. Pi 3pi/2 aralığında kəsişmə nöqtəsi deməli 45-də alacaq, 45-də alacaq. Deməli, buradan da kəsişmə nöqtəsini tapaq. Sinus x bərabər kosinus x. Buradan da tangens x bərabər 1. X-imiz bərabər 45 dərəcə. Yəni pi/4. Bizdən pi 3pi/2 aralığındakı qiyməti soruşur. Deməli, buradan x bərabər 45 dərəcə üstəgəl pi-k. Bu aralıqdakı qiyməti k-mız 1 olsa 45 dərəcə üstəgəl pi, yəni 180 dərəcə. Bu da bərabər bizə verəcək 225 dərəcə. Eyni 72-ci sualda qrafiki çəkdiyimiz üçün bizdən buradakı məsafəni soruşur. Bunu qeyd eləyək burada buradakı məsafəni. Buradakı məsafə ilə paralel köçürsək görəcəksiniz ki burada -kök 2/2 olur. Məsafəni soruşduğundan məsafə olacaq müsbət kök 2/2. Deməli, burada da doğru cavab olacaq kök 2/2. Son sualımız idi. Sağ ol. Gələn videolarda görüşənədək.